Mən Lənkəran rayon sakini, Şilavarda yaşayan Hüseynzadə Elnur Elşadoğlu. Özüm 44 gün vətən müharibəsində iştirak etmişəm. Ağır dərəcədə bədən xəsarətləri almışam. Özüm dövlət başçımızın verdiyi medallarla tərtib olunmuşam. Cəbrayılın azad olunması, Qubadlının azad olunması, vətən müharibəsi iştirakçısı, bir də cəsur döyüşçü medalından tərtib olunmuşam. Hörmətli izləyicilər, mənim burada şikayətim Şilavar Bələdiyyəsi məmuru Natiq Ağayevədir. Ona görə ki, bu Natiq dəfələrlə müharibədən gələni 5 ildir müharibə qutarıb, dəfələrlə ona müraciət eləmişəm ki, mənə torpaq verin. Çünki mənim atamın, anamın, qardaşımın, özümün, ailə üzvlərimin fakt adına nə yaşayış torpağı, nə pay torpağı, nə çay torpağı, heç bir şey yoxdur. Natiq mənə deyir ki, get filan vaxtı gəl, sənə torpaq verərəm, get filan vaxtı gəl, sənə torpaq verərəm, belə fırladır. Amma ki, başqa yerə biri gəlsin ona 5.000, 3.000 pul versin, 2 dəqiqəyə torpaq tapar verər ona. Başa düşmürəm, bir vətən müharibəsi qazisi durub ondan torpaq istəyir, nəyə görə fırladır? Çünki biz müharibədə 44 günə Qarabağı azad elədik. Amma ki, mən 5 ildir Natiqdən öz pay torpağımı ala bilmirəm. 6 sort torpaq nədir ki, onu ala bilmirəm. Mən deyir ki, sənə verəcəyəm meşənin içində, nə bilim harada, mən neymirəm meşənin içində. Şilavarda o qədər torpaqlar var, amma ki, vətəndaşa çatanda torpaqlar yoxdur. Amma özləri üçün torpaq var. Bu nəyə görədir, nə səbəbədir? Bunu bizim başa salsınlar. Çünki mən onu günlərdə zəng vurdum ki, dedim, Natiq müəllim, mənim bəs torpağımı verirsiniz. Dedi ki, mən bazardayam, qonağım var. Qonağım var. Sözüm vacib dörsə qoy telefonu yerə. Başa düşmürəm, bu dövlət məmuru vətəndaşı ilə, qazisi ilə, şəhid ailəsi ilə belə rəftar eləyə bilər, belə tonda danışa bilər ya danışa bilməz. Bunlara nə sərf eləyir, onu tuturlar. Nə sərf eləmir, deyirlər ki, mənlik deyil. Nəyə görə ki, çünki biz bu torpaqda yaşamışıq. Mən 30 yaşıma qədər, 35 yaşıma qədər Şilavar sakini olmuşam. Ondan sonra dövlət başçımın verdiyi mənə ev verib, ora köçmüşəm. İndi isə 4-6 sot torpaq nədir ki, mən Natiqdən, bələdiyyədən ala bilmirəm. Və Ulu Öndər Heydər Əliyevin həsr olunmuş kitaba da düşmüşəm. Buyurun, baxa da bilərsiniz. Burada da mənəm, burada mənəm, burada da mənəm. Burada mənim haqqıma olan şeirdir. Və Ali Baş Komandanımız İlham Əliyev cənablarının da kitabına da düşmüşəm. Dastana Dönən İgidlər kitabına düşmüşəm. Unudulmazlar layihəsinə düşmüşəm. Ermənistanı çağırdılar, kənd sovetindən, bələdiyyədən çağırdılar ki, məhkəməyə vermək lazımdır. Getdim, canla başla məhkəmədə iştirak elədim. Amma ki, bizim Şilavarın bələdiyyəsinin mənə qoyduğu dəyər, qiymət budur. Nəyə görə 4 sot, 5 sot torpaq istəyirəm, onu mənə vermir. Həmişə də ip verir, yola verir. Xahiş edirəm sizdən bu barədə bir tədbir görəsiniz. Və üzümü tuturam buradan Ali Baş Komandan İlham Əliyev cənablarına, Mehriban xanıma. Xahiş edirəm sizdən, cənab prezident, cənab Mehriban xanım, bu işlə xahiş edirəm maraqlanasınız. Çünki biz getdik Qarabağı 44 gün azad elədik. Amma ki, bələdiyyələrdən, dövlət məmurundan mən öz haqqım olanı ala bilmirəm. Bizim dövlət başçımız da dönə televizorlarda, mətbuatlarda deyib ki, heç bir dövlət məmuru xalqı incitməməlidir, qazisini incitməməlidir, şəhid ailəsini incitməməlidir. Amma ki, Natiq kimi bələdiyyələr ip verir, yola verir, dövlət başçısı gəlir, dövlət başçısı getsin, sənin torpağını verərəm. Bu nə deməkdir? Xahiş edirəm, bu sözdən nə çıxır da? Nəyə görə ki, bu 5 ildir mənə torpaq verməyən
dövlət başçısı gəlsin, getsin sənin torpaq verərəm. O nə deməkdir mən bilmirəm. Bir söz də deyəndə deyir ki, mən salıblar ərazidəyəm, filan ərazidəyəm, nə bilim aeroport yolundayam, filan yoldayam. Belənsinin yola verir məni. Bu qədər, çox sağ olun.